Hər vaxtınız xeyir olsun. Mən Əzzaçı Baloğlan. Günümüzün mövzusu göbələk xəstəliyidir. Hansı ki o göbələk xəstəliyi ki özün qaşınma ilə, qızartı ilə, pis qoxu ilə və yaxud da suluqlu səpki ilə bədənin müxtəlif üzvlərində, eləcə də xarici cinsiyyət orqanında biruzə verir. Göbələk xəstəliyi sağlamlığımıza böyük təhlükə olmaqla yanaşı, eləcə də xarici görkəmimizdə ciddi komplekslər yaratmağımıza da səbəb olur. Göbələk xəstəliklərinin müxtəlif yaranma səbəbləri var. Torpaqdan, ev heyvanlarından, kimisə paltarından və yaxud da təmas vasitəsindən bədəndə yarana bilər və müalicə edilmədiyi hər an artmağa davam edir. Göbələk xəstəliklərinin müxtəlif müalicə üsulları var. Hansı ki əczaçılarımızın tövsiyə etdiyi üsullar və yaxud da dermatoloqlarımızın tövsiyə etdiyi üsullar. Mənimsə sizə tövsiyə etdiyim bir üsul var, amma əvvəlcə ekranda gördüyünüz üzrə zəhmət olmasa qızardın. Eləcə də profilimin üzərində olan plus işarəsinə toxunun ki, videoya ehtiyacı olan hər kəsin qarşısına çıxsın. Deməli, klotirmazol maz və teknazol kapsul. Gündə 2 dəfə səhər axşam teknazol kapsul qəbul edirsiniz. Klotirmazol mazı isə axşam yuyunduqdan sonra bədənin xəstə bölgəsinə, yəni göbələyi olan bölgəsinə nazik təbəqədə çəkirsiniz. Müalicə kursu 1 aydır. 1 aydan sonra 2 ay ara verib yenidən 1 ay davam edirsiniz. Müalicə döneminde bol su qəbul edirsiniz. Qazlı, tərkibində karbohidrat olan, şirin içəcəklərdən uzaq durursunuz. İstiyotlu, duzlu, tamatlı yeməklərdən uzaq durursunuz. Un məmulatlarından hazırlanan makaron, ağ çörək bunlardan uzaq durursunuz. Paltarlarınızı qaynar rejimdə yuyursunuz və paltarlarınızı içdən ütülüyorsunuz.